Müşahidələrim zamanı məlum olur ki, tərəflər arasında ünsiyyət zamanı bir tərəfin söylədiyi, A tərəfinin söylədiyi bir sözü, ifadəni B tərəfi tamam fərqli formada eşidir. Məsələn, A tərəfi bildirir ki, mənim bugün biraz tək qalmağa ehtiyacım var. B tərəfi isə bunu bu formada eşidir. Hə, sən məndən ayrılmaq istəyirsən və məni yanında görmək istəmirsən. Yox, bir dəqiqə. Mənim tək qalmağa ehtiyacım var. Mən sadəcə öz ehtiyacımı dedim, bu anda olan ehtiyacımı və sənin söylədiyin ifadələrin heç biri mənim dilimdən və ağzımdan çıxmadı. Bəs niyə qarşı tərəf bunu bu formada eşidir və başa düşür? Çünki onun hiss elədiyi və A tərəfinin dediyi ehtiyacdan B tərəfi o hissləri yaşadı və duyduğu o hissləri analiz etmədən emosional olaraq qarşı tərəfə bildirdi və qarşı tərəfin heç nəyə ehtiyac duyduğunu önəmsəmədi belə. Baxın, bir tərəfin özünü müdafiə etmə halı ortaya girdiyi an orada şiddətli ünsiyyət başlamışdır deməkdir. Yəni ünsiyyətimizdə şiddətin olması növbəti proseslərdə münasibətlərimizin şiddətə gətirib çıxarması deməkdir. Ona görə də mütləq şəkildə biz hisslərimizi və ehtiyaclarımızı dəqiq bilməliyik, nə hiss edirik və nəyə ehtiyacımız var. Və bu empati hissini yaratmaq üçün mütləq şəkildə biz soruşmalıyıq. Sənin buna mı ehtiyacın var? Mən sən bu ehtiyaclarını söyləyərkən bu şeyləri hiss elədim. Doğru mu hiss elədim? Bizim mübahisələrin başında gələn yeganə bir şey var. Danışa bilməmək. Ünsiyyətimizi düzgün qura bilməmək. Biz ünsiyyətimizi şiddətsiz formada, yargılamadan, düz və səhv axtarmadan qura bilsək, onda bütün mübahisələrin çözümünü tapa bilərik. Sevgi ilə qalın.